Həkim, mən süd verməmişəm. Görəsən süd vəzi xərçəngi olacam? Xeyr, belə bir hal yoxdur. Süd verməmək süd vəzi xərçəngi riskini artırmır. Ancaq süd vəzdə xoşxassəli xəstəliklərin yaranma riskini artıra bilər. Birinci növbədə qeyd edeyim ki, hamiləlikdən sonra doğuş baş verir və doğuşdan sonra ana övladına süd verməkdən imtina eləyir və yaxud da müəyyən səbəblərdən süd vermə prosesi pozulmuş olur. Bununla əlaqədar olaraq təbii ki, süd vəzində müəyyən dəyişkənliklər olur. Xüsusən prolaktin hormonunun qanda səviyyəsinin yüksək olması nəticəsində süd vəzi axarları geniş qalır. Axarların genişlənməsi nəticəsində süd vəzdə fibrokistik dəyişkənliklər, eləcə də kistaların əmələ gəlməsi, süd vəzinin toxumasının və paycıqlarının daha həcmli formada olmağına səbəb ola bilir. Buna görə də süd verməmək süd vəzi xərçəngini birbaşa olaraq yaratmasa da, dolayısi yolla süd vəzi problemlərini yarada bilər. Bildiyiniz kimi də süd vəzi xərçəngi çox vaxt süd vəzinin xoşxassəli dəyişkənliklərindən sonra daha tez-tez rast gələ bilir. Ona görə də hər zaman pasiyentlərimə süd verməyi tövsiyə edirəm. Bu təkcə övlad-ana münasibətləri üçün deyil, övladınızın sağlamlığı üçün deyil, eləcə də süd vəzi sağlamlığı üçün çox önəmlidir.